Salam benim kanalımın seyircileri. Bilirsiniz ki ben adeten gündelik rastlaştığımız şeylerden danışıram. Adi hayatımızdan da yani. Şehirden, balık ovundan, adi gündelik hayattan. No, yoldaşlar neçə vaxtı girincə eləyiblər ki, maraqlı olar ki öz fikri bildiriclə bu havaların belə keçməyinə. Bunu da mən heç nə ötəri hələ belədir, qoca babalar kimi, nənələr kimi cavablandıra bilmədiyim üçün biraz geniş deyəcəm bu haqda. Yəni bütün versiyaları analiz eləmək olar. Birincisi, indi mahnı eləyiblər ki, İranda, Rusiyada güya ki bu klimatik silah idi, klimatı şeyləyən, İran vurdu, dağıtdı bazaları və yanlış anlamıyorum ki, İran 40.000 kilometre heç bir raketi, ballistik raket de heç gedib orada Peyçin filanı vurmayıb. Yerüstü bazaları vurub İsrail'də. Deyirlər ki, güya o bazalar vasitəsilə klimatı idarə eləyirmiş Amerika, İsrail. Bu biraz ağlabatan değil, niyə görə? Amerikanın Alyaskada, Harp adında, ionosferada birbaşa dalgalar, ionosferdən dalgalar ötürən Harp adlanan iqlim dəyişikliyin güya ki öyrənən bir sistemi var çoxdandan. Bu niyə görə ağlabatan deyil? Çünki gecələr görərsiniz də o estağfurullah gülmürəm də bəziləri deyir ki, cənnət mələkləri Məkkəyə gedir. Elon Musk qatar peyçlər atır ki, bütün dünyaya güya ki internet yayımlamaq üçün. Əlbəttə ki, o prosta reklam xarakterlidir. Dövlətlə birbaşa əlaqədə olan Elon Musk'ın ümumiyyətlə şirkətinin qabağa getməyi, tenderləri udmağı birbaşa dövlətə bağlıdır. Yəni ki, Alyaskadan Harpı işə salın, ola bilsin ki, kombinirованlı işləyirlər. Ancaq bütün başımızın üstü hamısı Elon Musk'ın peyçləri ilə doludur. Peyçlər də varsa, başı çıxan adam bilir ki, adi məsələn, gümüş iyonların səpələmə ilə buludların üstünə, yəni bu çoxdankı texnologiyadır, özümdən Amerika açmıram. Adi gümüş iyonların buludun üzərinə səpələmə ilə buludu, yəni yoxdan bulud yaratmaq olmur. Sadəcə ağ buludu qara buluda çevirmək, doldurmaq olur da buludu. İndi şorta düşməyəcək deyə ətraflı danışacağım bu haqda. Hələlik bu qədər.